Özümə də maraqlıdır ki, necə olacaq. İki hissəyə ayırıram. Əvvəlcə bunu belə tuturam buradan. Bir digərini rezinlə bağlayırıq. Bir rezin. Buradakı saçlarım qısadır. Şam ağacını bəzəyək. Biraz belə səliqəyə salım. Bizə lazım olacaq bu. Başından taxırıq. Çox rahat bir formada yavaş-yavaş işıq. Keçirik oyuncaqlarına. Biraz. Belə buralardan asaq. İstəyirəm özümə aid oyuncaqlar da olsun. Onlara hazırlayacağım. Boyalardan belə hazırladım. Hamısı balaca boy məhsullardır. Cımıza taxaq bunlardan. Ən kreativ şam ağacı ola bilər. Nəyə yoxdur? Ulduzu. Ulduzumuz da hazırdır. İşığı yandıraq. Bəs qırmızı dodaq boyası? Bu da hazırdır. Necə oldu? Məncə çox qəşəng oldu. Mənə özəl oldu. Qəşəng görünür. Beğendiniz?